Salam, axşamınız xeyir olsun. Günün ən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Prezident, Vaşinqton sammiti yeni mərhələnin başlanğıcıdır. Traktor turnir cədvəlində liderliyini qorudu. Sərdəridə oğru oğrunu tutdu. Prokuror işə qarışdı. Türkiyə və Amerika arasında nüvə əməkdaşlığı memorandumu imzalanıb. Trump, Rusiya iqtisadiyyatı cəhənnəmə yuvarlanır. İndi isə daha ətraflı. Urmu gölü su hövzəsinin 70%-i torpaq eroziyası riski altındadır. Bunu İranın Təbii Sərvətlər Təşkilatının su hövzələrinin idarə edilməsi və Torpaq Mühafizəsi İdarəsinin baş direktoru çərşənbə günü Urmu gölü layihələrinin çətinlikləri və həlli yollarının tədqiqi mövzusunda keçirilən konfransda deyib. Məsələ ilə bağlı ölkənin Təbii Sərvətlər Təşkilatının Səhra İdarəsinin baş direktoru Qulamrza Hadirbadi də xəbərdarlıq edib. Urmu gölünün qurulması əyalət və ya regional səviyyəli yox, milli məsələdir. Bu gölün qurulması ilə İranın ərzaq təhlükəsizliyinə təsir göstərəcək riskə girəcək deyə o bildirib. Ekspertlər hesab edir ki, hökumətin Urmu gölünün qurudulması yolunda atdığı addımlar arasında prinsipsiz bənd tikintisi, kənd təsərrüfatına əsaslanan qeyri-taraz inkişaf, regionun imkanlarına uyğun gəlməyən su tutumlu əkinçiliyin təşviqi, yol tikintisi bəhanəsi ilə göl yatağındakı bulaqların məhv edilməsi kimi faktorlar olur. Urmu gölünün son kritik vəziyyətini müşahidə etmək və öyrənmək üçün bölgəyə gedən Kərim İsmailzadə, Siyamək Kuşi və Yunis Zareyun adlı 3 azərbaycanlı vətəndaş fəal 25 sentyabr tarixində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bir neçə saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıb. Azərbaycanlı fəallar Urmu gölünün sahilində olarkən kəşfiyyat qüvvələri tərəfindən həbs edilərək vilayət polis idarəsinə aparılıb və bir neçə saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıblar. Lakin onların mobil telefonları məmurlar tərəfindən götürülüb. Vətəndaş fəalları ifadələrinə görə dindirmə zamanı təhlükəsizlik işçiləri Urmu gölünün qurumasının hava şəraiti və yağışın olmaması səbəbindən olduğunu açıqlayıb və onun vəziyyətini əks etdirən foto və ya videoların hazırlanmasını ictimai rəyi narahat edən və qanunsuz hərəkətlər kimi qiymətləndirib. Şərqi Azərbaycan əyalətinin Təbriz yaxınlığında yerləşən Sərdəri şəhərində baş verən hadisə vətəndaşların etirazına səbəb olub. Bu haqda yerli media məlumat yayıb. Məlumata görə, şəhər şurasının üzvü qəbirstanlıqdan oğurluq edən şəxsi elektrik dirəyinə bağlayaraq işgəncə edib, çəkiliş aparıb və sosial mediada paylaşıb. Sərdərlilər Sepaha bağlı Yunis Adibeyq adlı şəhər şurası üzvünün bu hərəkətini özbaşınalıq adlandırıb. Onun heç bir hüquqi səlahiyyəti olmadan müttəhimi işgəncə və təhqir etməsinə görə şikayət ediblər. Bundan sonra Təbriz prokuroru Məhbub Əlilu məsələnin araşdırılması və hüquqi qiymət verilməsi üçün göstəriş verib. Sərdərlilərin etirazlarının əsas səbəbi isə şəhər şurası üzvü Yunis Adibeyqinin özünün korrupsiya və mənimsəmələrə görə məşhurlaşmasıdır. Sərdərlilər sosial mediadakı paylaşımlarında və prokurorluğa şikayətlərində Adibeyqinin bölgədə torpaqları mənimsəməkdə, tarixi Narınqala abidəsini dağıtmaqda ittiham ediblər. Yerli mediada yayılan məlumata görə şəhər şurasının üzvünün torpaqlarının mənimsənilməsi, qanunsuz tikintilər və başqa bu kimi əməllərinə görə barəsində bir neçə cinayət işi açılıb. İsrailin Təhlükəsizlik Xidməti Amerika-İsrail ikili vətəndaşlığı olan İran casusunu həbs edib. Bu haqda İsrailin Daxili Təhlükəsizlik Agentliyi məlumat yayıb. Məlumata görə 49 yaşlı Yakov Peril bu ayın əvvəlində İrana casusluq ittihamına görə saxlanılıb. İsrail rəsmiləri Perilin son illərdə Mərakeşdə yaşadığını və ilk dəfə 2017-ci ildə İranın oradakı səfirliyi ilə telefon vasitəsilə əlaqə saxladığını bildirib. Bildirilib ki, Peril öz missiyaları üzrə Tehran tərəfindən rəqəmsal valyuta vasitəsilə vəsait alıb. Həmçinin qeyd olunub ki, o 2017-ci ildə özü və ailəsi üçün İrana sığınmaq üçün müraciət edib, ancaq Tehrandan cavab almayıb. The Times of Israel qəzeti də İran casusu barədə geniş məlumat verib. O, Hizbullah lideri Həsən Nəsrullahın dəfn mərasimindən sonra məqalə dərc edib və İran kəşfiyyatının əməkdaşının diqqətini çəkib. İran agentinin göstərişi ilə Peril İsrail pasportunu yeniləyərək bu ilin iyul ayında İsrailə qayıdıb və burada İsrail ordusunun keçmiş rəisi Herzliya Halevi və Milli Təhlükəsizlik naziri İtamar Ben-Gvir də daxil olmaqla şəxsiyyətlər üzərindən casusluq etməyə başlayıb, qəzet bildirib.
Beynəlxalq Əfv Təşkilatı İranda edam sayının, xüsusən siyasi məhkumların edamı hallarının artması barədə xəbərdarlıq edib. Bu haqda təşkilatın yaydığı bəyanatda bildirilib. Bəyanatda şair və yazıçı Peyman Əmir Fərahəvər də daxil olmaqla onlarla siyasi məhbus barəsində ölüm hökmünün çıxarılmasından narahatlıq ifadə olunub. Təşkilat, inqilab məhkəmələrinin ədalətsiz mühakimə və siyasi motivlərlə ölüm hökmü çıxardığını və bu prosesin fundamental insan hüquqlarının açıq şəkildə pozulması olduğunu vurğulayıb. Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bugünə kimi İran həbsxanalarında 1000-dən çox məhbus edam edilib. Onların 28-i qadındır. İnsan haqları təşkilatları İran hökumətinin edamdan etirazçıları qorxutmaq və onları susturmaq üçün vasitə kimi istifadə etdiyini bildirirlər. Davam edirik. İran kəşfiyyatının yalanı ifşa olub. Belə ki, Kəşfiyyat Nazirliyinin İsraildən əldə edilən ekskluziv görüntülər və məlumatlar adlı sənədli filmində internetdə mövcud olan arxiv şəkilləri istifadə olunub. Bunu Sepaha bağlı Fars xəbər agentliyi yazıb. Bu səliqəsizlik düşmən media orqanlarına sənədli filmində əks olunan bütün məlumatların uydurma adlandırmaq üçün bəhanə verib deyə agentlik əlavə edib. Qeyd edək ki, bundan əvvəl İran Təhlükəsizlik və Kəşfiyyat naziri İsmail Xətib İsrailə aid milyonlarla səhifəlik məxfi sənədləri ələ keçirdiklərini iddia edib. Bir gün sonra isə onun məxfi adlandırdığı və İran televiziyasında nümayiş etdirilən sənədlərin bir çoxu internet saytları və Google-da yayılan açıq məlumat və sənədlər olduğu üzə çıxıb. İran gizli yeraltı obyektini genişləndirir. Bu barədə Washington Post məlumat yayıb. Bildirilib ki, Amerika və İsrail qüvvələrinin İranın əsas nüvə obyektlərini bombalamasından aylar sonra İran Natanz yaxınlığında yeni yeraltı kompleksin tikintisini sürətləndirib. Təsisatın tikintisini izləyən analitiklər hesab edirlər ki, Külünk dağı altında yerləşən yeni bazanın 70-100 metr dərinlikdə yerləşdiyini hesab edirlər. Bu, Amerikanın zərbə indirdiyi İranın Fordo obyektindən daha dərindir. Qeyd edək ki, Fordo nüvə obyektinin 80-90 metr dərinlikdə olduğu qeyd edilirdi. Külünk yaxud Piçkaxe dağı kimi bilinən dağ Natanzdan təxminən 1,5 kilometr güneydə yerləşir. İran mediasının məlumatına görə, İran və Rusiya cümə günü Hörmüzqan vilayətinin Sirik şəhərində 4 3-cü nəsil nüvə enerji blokunun tikintisi üçün 25 milyard dollarlıq müqavilə imzalayıblar. Razılaşma Moskvada keçirilən Atom 2025 sərgisi çərçivəsində İran Hörmüz şirkəti ilə Rusiyanın Rosatom Project şirkəti arasında bağlanıb. Hər bir blokun təqribən 1255 meqavat enerji istehsal edəcəyi və ümumi hasilatı 5020 meqavata çatdıracağı gözlənilir. Xatırladaq ki, bu ayın əvvəlində İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami və Rosatomun direktoru Aleksey Lixaçev saziş imzalayıblar. Xəbərlərimiz davam edir. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Ermənistanla sülh danışıqları ilə bağlı fikirlərini bölüşüb. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız iki tərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi. Washington sammiti həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı söyləyib. Azərbaycanla Birləşmiş Ştatlar arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması məqsədi ilə strateji işçi qrupunun yaradılması haqqında iki hökumət arasında anlaşma memorandumunu Prezident Donald Trump ilə birgə imzaladıq deyən dövlətimizin başçısı bildirib ki, bu siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə təhlükəsizliyi və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır. Ermənistanın müdafiə xərclərinin azalması Azərbaycan amili ilə bağlı deyil. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. O qeyd edib ki, Ermənistan hərbi xərclər baxımından Azərbaycanla rəqabət apara bilməz. Məlumatda qeyd edilib ki, Simonyan inanır ki, obyektiv səbəblərdən Ermənistan hərbi xərclər baxımından Azərbaycan və NATO-da ikinci ən böyük orduya sahib olan Türkiyə ilə rəqabət apara bilməz. Burada əsas məsələ vəsaitlərin səmərəli istifadə olunmasıdır, deyə spiker qeyd edib.
Ərdoğanla birlikdə nahar etdik və bir çox mövzuda səmərəli müzakirələr apardıq. Bunu Amerika prezidenti Donald Trump Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi zirvə görüşündən sonra deyib. Trump görüşün möhtəşəm keçdiyini bildirərək bir çox mövzuda razılığa gəldiyini qeyd edib. Bugün Prezident Ərdoğan buradaydı və möhtəşəm bir görüş keçirdik. Bir çox fərqli mövzularda nəticə verən bir toplantı oldu. Çox hörmətli bir prezident. Birlikdə nahar etdik və bir çox mövzuda səmərəli müzakirələr apardıq, o deyib. Rusiya prezidenti Vladimir Putin səbəbsiz yerə insanları öldürür. Bu arada Rusiya iqtisadiyyatı da cəhənnəmə yuvarlanır. Bu fikirləri də Amerika prezidenti Donald Trump deyib. Onlar hər şeyi riskə atıblar. İqtisadiyyatları cəhənnəmə yuvarlanır. Hər yeri bombardıman edir və çox az ərazini ələ keçirirlər. Əslində ərazilərin bir hissəsini itirirlər. Bu müharibə bitməlidir. Əgər bu bizim müharibəmiz olsaydı, biz bunu bir həftəyə bitirərdik, Trump deyib. Ukrayna prezidenti Vladimir Zelenski, Amerika prezidenti Donald Trump'ın Rusiya prezidenti Vladimir Putinə layiq olduğundan daha çox güzəştə getdiyini deyib. Zelenski bunu X müsahibəsində bildirib. Düşünürəm ki, Prezident Trump Putinə layiq olduğundan daha çox şey verib. Çünki Putin sevinirdi. Rusiyanın beynəlxalq təcridə məruz qaldığı bir vaxtda Prezident Trumpla görüşmək onun üçün bir xəyal idi və buna çatdı. Düşünürəm ki, Putinə sadəcə Trumpla birgə görüşün görüntüsü lazım idi. Putinin üç tərəfli görüş üçün heç bir niyyət olmayıb, Zelenski qeyd edib. Ukrayna lideri jurnalistin "Düşünürsüz ki, Prezident Trump Ukraynanın qalib gəlməyini istəyir?" sualına hə cavab verib. Düşünürəm ki, Trump Putinin ona uğur gətirməyəcəyini başa düşüb. Amerika cəmiyyəti Putinə güvənmir, hörmət etmir və onun müharibəni bitirmək istəmədiyini düşünür. Cəmiyyətin dəstəyi isə Prezident Trump üçün vacibdir. Ukrayna prezidenti jurnalistin "Trump sizə əvvəllər əlinizdəki kart yoxdur" deyirdi. Bəs indi nə dəyişdi sualına cavabında qeyd edib. İdman xəbərinə nəzər salaq. İran Premyer Liqasının 5-ci həftəsinin oyunları çərçivəsində Təbrizin Traktor komandası ilə Şiraz şəhərinin Fəcr Sepasi komandası qarşılaşıb. Qarşılaşma sentyabrın 25-i yerli vaxtla Təbrizin Bonyan Dizel stadionunda keçirilib. Oyun Təbriz təmsilçisinin üstünlüyü ilə keçirilsə də oyunu 0-0 hesabı ilə başa çatıb. Bu nəticə ilə Traktor 8 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Qeyd edək ki, qarşılaşmanı izləmək üçün ilk dəfə olaraq daha çox sayda qadın azarkeş stadiona buraxılıb. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.